Xoş gəlmişsiniz. Yəni bizim təşkilləri burada bütün idmançılarımızı alqışlayaq. Həqiqətən və idmançılarımız bizim Azərbaycan bayrağını hər yerdə dalğalandırsınlar. Çox sağ olun Fəth müəllim. Dəvətə görə hər birinizə təşəkkür edirəm. Sizə qələbə qazanan, qələbə qazanmayan hər bir idmançımızı təbrik edirik. Nazimə dəstək olmalıyıq. Fizik, поздравляю, очень хороший бой был, Tay, krasavçik. Şəhriyar müəllim buradadır, bizim sevimli qardaşımız. Şəhriyar müəllim, Şəhriyar müəllim alqışlayaq, Şəhriyar müəllim. Наш народ, наши люди умеют поддерживать своих, когда мы счастливы и когда у нас какие-то испытания, какие-то трудности. Всех благодарю за не только поддержку за меня, а просто за то, что вы такие есть. Teşekkürler abi. Teşekkürler. İnşallah tank bizdendir. Onun üçün də bunu demək istəyirəm ki, sağ olun, yanınızdasınız. Çempion yine Azerbaycan по боксу. Üç, iki, bir. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Belə gəlsən də bir şey. Bu что договорились, что ли, брат? Вы что договорились, что ли? Bir güle güle giyinəsiniz, necə ki? Baba ben seviyorum. Kapır seni. Ha, уже. Danilov'dan da. Sedere. İtalya Sedere. İnşallah bir gün gələcək planlarımız haqqında danışarıq, təzə tanışlıqlar olacaq. Tahiri də təbrik edirəm, yaxşı performans göstərdi. İnanıram ki, yaxın günlərdə təzə döyüş haqqında ucu planlar olacaq. Ucu Bakıda yox, yəqin ki, ucu okeanın üzündə olacaq. Bir yerde geldim. Gel. Krasavçik, sonunda gəlsin azman. Bir tane Yusuf Beyliler. Azərbaycan qaymaq idmançıları buradadır. Bizim bayrağımız qalxıbsa, deməli bilsin qürur verici bir şeydir. Rüfət də sağ olsun ki, yəni ki, hər zaman nəzərində saxlayır bizi və necə belə gözəl məclislərə yığışırıq. Bu yaxından çək bunu göndərin. Sabahçı yarışda özümü sınamaq istəyirəm. Üstünlüğü want tomorrow pro championship must coming. Hidayətin ingilis dilini partladıb da mediadır. Hamı İngiliscədən abi. Salamlayıram hər birinizi. Başda motivator ailəsi olmaqla. Sağ olsun ki, bütün idmançılar həmişə şərait yaradır və idmançıları bir yerə yığıb dostluq münasibəti qurdurur ki, həmişə insanlar bir-bir idmançılar bir-birini tanısın və bu çox gözəl bir şeydir. Təşəkkür edirəm Rüfət müəllimə. Nazim özüdür. Hamıya salamlar, bir motivator komandasından bir yerdəyik. Döyüş məndə əla keçdi. Planımızı qurmuşduq, həmin planlar hərəkət elədik.
qələbəni qazandıq. İnşallah gələn döyüş yəqin ki, bir 3 aydan sonra oktyabrın axırı, noyabrın nakalları yəqin ki, gələn döyüşə başlayarıq döyüşməyə. Azim, salam aleykum. Какая стратегия была? Я хотел выйти и начать чуть быстрее, и начать его давить, начать раздергивать, давить. Все как бы, я чувствую себя идеально, чувствую себя комфортно, я подготовился очень хорошо. Поэтому я очень жалел, что остановил рефери бой, потому что я много чего не смог показать. Да, он меня попал правым ударом, там правой прямой, которую я не увидел. И оно прошло хорошенько, я не увидел ее, но мне дали всего лишь секунду мне дали, чтобы что-нибудь показать, что-нибудь сделать. Потому что рефери, когда в опасной ситуации, если кого-то уронил и добиваешь, они обязательно дают предупреждение. То, что он мне в раздевалке говорил. Этот же рефери мне говорил в раздевалке, говорит, если будет какой-то урон от кого-то из вас, я буду спрашивать, are you okay, are you okay? И в итоге он ничего не спросил, даже секунду, максимум секунду мне дал, и я не смог выйти с этой ситуации. Но ничего страшного, я с этим как бы смирился, уже двигаемся дальше. Отсюда эксклюзивно то, что UFC 3, иншаллах, победа Назима. Сейчас уже новый дубль, где победа Назима. Hacı Nuran тоже здесь. Спасибо ему, что он пришел. Hacı Gebra, Hacı gel sen fikir bildiğine. Nazim'in alacaksın. Uğurlu. Спасибо. Nə deyə bilərəm, mənim üçün bu gün xoş bir görüntüdür burada. Çünki Azərbaycan qaymaq idmançıları buradadır. Hamımız bərabər müəyyən iş adamlarını da görürəm burada dostlarımızdan. Çox sağ olsun Rüfət motivator layihəsi yenə də dostları bir araya yığdı. Çünki yəni həqiqətən də bir neçə gün uşaqlar hamısı dalışacaqlar UFC döyüşlərimizdən tutmuş digərlərini kimi gələn qonaqlar. Ona görə yaxşı fürsət oldu bu günləri hep bərabər oturub bir dənə zavtrıq eləməyimiz. Ben direkt hoş gelmişsiniz. Allah razı olsun. Bildiyimiz kimi bu yaxın günlərdə bizim çox güclü idmançılarımızın UFC-də döyüşləri keçirildi və demək olar ki, çoxumuz qalib gəldik. Biz birlikdə güclüyük. Həmişə dediyimiz kimi, həmişəki devizimiz yenə də özünü göstərdi. Bəli, idmançılarımız qalib gəldi, bayrağımızı qaldırdılar. İdmançılarımızı mən buradan bir daha təbrik edirəm. Onlara gələcək fəaliyyətlərində də uğurlar arzulayıram. Bugün motivatorun Birol qrupunun üzvləri ilə bərabərək. UFC döyüşçüləri ilə bir yerdə səhər yeməyindəyik. Fiziyev möhtəşəm bir zərbə ilə rəqibini nakavt elədi. O bizi çox qürurlandırdı. Ох, хороший удар сейчас. Сайдкик в исполнении Физиева. Пошел он в атаку и попадает ударом справа, идет на добивание. Все! Конечная остановка для Мануэля Торреса. Нет больше ацтеков здесь. Xoş gəlmişsiniz, dobro utra, sabahınız xeyirli olsun. İnşallah ki, həmişə belə gözəl, necə deyirlər, səhər yeməklərində bizim çempionlarla, bizim fəxrlərlə yığışaq. Onda bütün idmançılarımızı alqışlayaq, həqiqətən idmançılarımıza dəstək olaq həmişə və idmançılarımız bizim Azərbaycan bayrağını hər yerdə dalğalandırsınlar. İnşallah biz onlarla fəxr edirik. Çox sağ olun, Rəfiq olsun, məndən Rəfiq olsun. Çox sağ olun Rüfət müəllim. Əvvəla bütün hər birinizi salamlayırıq. Doğrudan da burada Azərbaycanın, mən deyərdim ki, sevilən, seçilən
insanları, idmançıları burada yığışıblar. Dəvətə görə hər birinizə təşəkkür edirəm. Və əvvəla mən onu deyirəm ki, bizim qələbə qazanan, UFC-də qələbə qazanan, qələbə qazanmayan hər bir idmançımızı təbrik edirik. Elə UFC-də iştirak eləmək, bütün yarışların özündə Avropa Dünya Çempionatında, Olimpiya oyunlarında iştirak eləməyin özü böyük bir qələbədir. Və bu günlər doğrudan da biz xoşbəxt bir xalqıq ki, Azərbaycanımızı, ölkəmizi təmsil edirik. Çünki bizim ölkəmizdə idmanımıza xüsusi diqqət qararı göstərilir. Şəxsən Cənab Prezidentimiz İlham Əliyev tərəfindən. Bu günləri Azərbaycanda heç birimizin ağlımıza gəlməzdi ki, UFC gəlib Azərbaycanda keçiriləcək. Bu nədən irəli gəlir? Dövlət qayğısı idmana göstərilir şəxsən Cənab Prezident tərəfindən. Və bu günləri idmançılarımız o etimada layiqincə doğruldurlar. Və bu gün bizim Hacı Əliyev güləşdə biz bir yerdə böyük uğurlara, böyük nəticələrə imza atmışıq və hal-hazırda məşqçilik fəaliyyətindən məşğul olur. Mən inanıram ki, onun da tələbələri Avropada, dünyada, Olimpiya oyunlarında nəticələr verəcəklər və Nazimə xüsusi mən deyərdim ki, ona biz dəstək olmalıyıq. Мы тебя любим, уважаем. Иншаллах, да. Дальше у тебя успеха впереди, все будет отлично. Физиев, поздравляю, очень хороший бой был, отлично. Гордимся, Tahir, красавчик. Tahir'lə biz Rüfət müəllimlə bir yerdə bulvarda görüşəndə söz verdi və sözünə əməl elədi və hər birinizə, Vüqar, hər birinizə mən uğurlar, alim. Gələcəkdə bir adlarınızı kimlərin çəkmədim, üzürü saysınlar. Uğurlar, mehman, hər birinizə. Şəhriyar müəllim buradadır, bizim sevimli qardaşımız, dostumuz. Gəl Şəhriyar müəllim alqışlayaq, Şəhriyar müəllim həqiqətən çox ləzzət çəkir. Və doğrudan sizin hər birinizdən Azərbaycan xalqı fəxr eləyir, bizlər fəxr eləyirik. Yeniyetmələrimiz, gənclərimiz üçün nümunəsiz, baxırlar o pis vərdişlərdən uzaq olurlar, sizlərə oxşamaq istəyirlər, sizlər kimi qələbə qazanmaq istəyirlər və mən inanıram ki, bundan sonra da sizin uğurlarınız daha çox olacaqdır və sizin o göstərdiyiniz qələbələrlə, uğurlarla UFC-nin Azərbaycanda keçirilməsi ənənə halına alacaqdır. Bir daha uğurlar, müvəffəqiyyətlər, qələbələrinizin ardıcaqdır. Bugünkü görüşü Birol qrup təşkil edib. Təşəkkür edirəm. Möhtəşəm bir görüşdür. MMA idmançılarımız hamısı buradadır. Rafael Fiziyev olsun, Nazim olsun, Tahir olsun buradadırlar. Bizlə bərabərdirlər. Möhtəşəm bir görüşdür. İnşallah ki, davamı olar. Ölkəmizin tanınması açısından, idmançılarımız açısından, gənc MMA-çilərimiz də buradadır bizlə bərabər. Belə görüşlərimiz də daha çox olar. Yəni İlyas müəllimi alqışlayaq. İlyas müəllim ümumiyyətlə, İlyas müəllim bütün idmançıların yanında hansı bir idmanı, yəni necə deyirlər, o seçmək olmaz. İlyas maşallah ki, bütün idmançıların yanındadır və Hacı ilə deyir ki, belə bir inşallah tədbir eləyək səhər yeməyi və mənə gəlib ki, səhər yeməyimiz alındı. Həqiqətən hamı buradadır, çox sağ olun. İstəyirəm sözü Hacıya verək, bizim qardaş, sən daha söz deməyəsən, daha kim söz deyirsin ki? Bizim Dünya Avropa çempionumuz Olimpiyadada dəfələrlə bizi təmsil edən və 2 dəfə dünya, 4 dəfə Avropa oyunlarının qalibi, İslam oyunlarının qalibi, Olimpiya oyunlarının gümüş və bürünc müşahidi. Dostum, milyonerlə pul sayını itirən kimi siz də futboldan sayını itirmişsiniz. Mən təşəkkür edirəm Rüfət qardaşıma. Doğrudan da bir neçə gün bundan qabaq oturmuşduq. Dedik ki, tək-tək qardaşları yığa bilmirik, görə bilmirik, bir yerdə yığışaq. Mən doğrudan da çox sevinirəm ki, bizim Azərbaycanımızın belə doğrudan oğlanları var, belə çempionlar vardı. Bu mənim qeyd elədiyi kimi heç biz bilməzdik ki, nə vaxtda UFC Azərbaycanda keçirilər və bizim uşaqlar UFC-də iştirak edir. İndi maşallah olsun UFC-də 4 Azərbaycan, 5 Azərbaycanlı oğlar orada iştirak edilər. Mən ürəkdən təbrik edirəm, çempionları, qalib gələnləri təbrik edirəm, hamınız bizim üçün dəyərlisiniz. Çox sevinirəm ki, doğrudan da belə bir dostlar, belə bir qardaşlarla bir yerdəyəm. Nazim də hər zaman kimi bizim ürəyimizdə çempiondur. Uduzsa da bu idmanda çox şey olur. Qalibiyyət də var, məğlubiyyət də var. Gələcəkdə hər birinizə uğurlar arzu edirəm. Rüfət Əlkənin doğrudan təşəkkür edək ki, hər vaxtı Rüfət hamı belə gedir bir yerə. Bu özü böyük bir uğurdur. Mənim fəxrim gətirib ki, sizin ki dostlarım var da qardaşlar. Həqiqətən mən fəxr edirəm sizlə və buradan da çox adam çəkir. Biləm ki, çox adam deyəcək ki, mən niyə dəvətli olmadım. Burada belə bir məsələ oldu ki, kim bizə yığdı ki, görüşmək istəyirik.
Kim ki axtardı, biz onları dəvət elədik. Və sözüm o idi ki, kim ki indi bizdən incicək mən niyə dəvət edəylər. Qardaş yazardın, yığardın, görüşmək istəyirəm, sənin adın siyahı Mən inanmam, kimsə bizdən gitsin. Yəni, hə, birdən deyirəm, Здесь, пока мы дрались, пусть все гордость. Пока вы бились, сражались, здесь Рашид есть наш товарищ, Рафаэль. Он человек искусства, он для тебя приготовил статую. Рашид, передай статую, пожалуйста. Rəşid. Да. Maşallah Rəşid. Gəlin Rəşid alqışlayın, Rəşid qardaşım nədirsə ki. Для вас сюрприз. Только от своего имени и плюс от всех братьев, от всех имени азербайджанцев, нас любят с вами вместе палаться. Было поможем. Rüfət qardaşımız yenə həmişəki kimi idmançılara çox mühüm dəstəyini davam edir. Bugünkü gün burada çox tanınmış və nailiyyətlər qazanmış idmançılarımızla bir yerdəyik. Təbrik edirəm hər birisini. Rüfət müəllimi də yenə də fəaliyyətlərində uğurlarının davamını arzu edirəm. Minnətdaram, çox sağ olun. Neçə vaxt ki, bu sahəni çalışırsınız. Mən dedim ki, bizə idman, məsələn, jurnalistlərə lazımdır ki, idmançılara suallar versin, idmançılara dalaşdırsın, idmançılara açsın zamanda. Mən maşallah olsun ki, yüksəbə bir döyüşçümüz var, indi 5 döyüşçümüz var. İnşallah bizim ardıda gələcək, gənclərimiz bunlara baxacaq. Gələn nə olar Allah qorusun. İnşallah. Nazim də həvəsdən düşmək lazımdır. İdmanda belə hadisələr baş verir. Yəni ki, hər kəs sənin yanındadır, biz sənə dəstək veririk. Biz bilirik ki, sən o üçün tam gladiatorsan, həm maşallah gladiatorsan. Bir də olur da, idman olur ki, bir gün həmən gün sənin günün olmur. Bizim gənclərimizə də mən çox sağ ol, yəni deyirəm, bir daha sənə çox sağ ol deyirəm ki, gəncləri yığırsan. Bunları həm işıqlandırırıq, bu dəyərli bir məsələdir. Səliməm, axırıncı sualım. Nəriman Abbasov qayıdırmı, yoxsa nədir? Valla Nəriman Abbasov... Üstə Nərimanı çox istəyərik, Nəriman özdə olsun inşallah. Nəriman mən belə deyim də, mənə elə gəlir ki, indi mənə bir mütəxəssis kimi sorsan, o dövr getdi. Yəni, onu ciddi qəbul eləmək lazımdır. Ola bilsin, idmana qayıtmaq istəyir, amma ciddi qayıdıb start götürmək üçün, mənə deyək ki, ciddi start götürmək üçün biraz vaxt lazım, zaman lazım, 3-4 il vaxt lazımdır. Həmən vaxtları buraxdı, biz o gənclərə dedik ki, baxın, görün, bu həmən dövrü buraxdı, indi baxır, UFC-nin Azərbaycanda olmasına əlbəttə təəssüflənir, amma gecikir də, insan olur da, insan gecikir də. Amma hər şey zamanında eləmək lazımdır, insanın həyatında hər şey vaxtında reaksiya vermək lazımdır ki, gedəsən. Buradan da Nəriman'a salam deyirik, Nəriman'ın alqışlar olsun, burada olmasın. Burada Talih müəllim var, rəhmət olmasa Talih müəllim fikirlərini desin. Hər birinizə təbrik edirəm. Oradan da çox sevindirici haldır ki, Azərbaycana belə bir möhtəbər yarış keçirilir və artıq 5 idmançı Azərbaycanı təmsil edir. Maşallah, hamısı da bir-birindən güclü. Mən bu situasiyada ən çox Nazimi baddeşk edirəm. Çünki həmişə bu udanların yanına gedib bucaqlamaq asandır. Yəni, bu adam dəfələrlə qalib olub. İndi məğlubiyyət dönəmində də onu tək buraxmaq lazımdır. Həqiqətən də bizim fəxrimizdir, qardaşımızdır və bundan sonra daha da güclü qayıdacaq, ona inanıram. Nazim, çok вперед, мы тебя любим, topim za тебя. В общем, pes etmək yoxdur türklər deyirlər. Öpürəm, sağ olun, var olun. UFC-nin böyük fanatıyam. Amma Rafael ilə Gecin döyüşündə 50-nin 50-yə döyüş gedirdi və Rafael axıra qədər Geci ilə başa-baş gedirdi. Və bu da onu göstərir ki, Rafaelin stoykada güclü olduğunu göstərir. İnşallah ki, daha böyük qələbələr onu gözləyir. Братья, вам всем спасибо большое. Я каждое рукопожатие, каждый взгляд, каждое слово я уважаю, ценю и буду стараться оправдывать все это. Иншаллах. Спасибо большое. Надеюсь, получилось что-то умное. Да, спасибо. Спасибо. Спасибо.
İnşallah. Что я могу сказать, ребята, я очень тронут. Я это на Инстаграме выставлял, говорил, что рассказывал, насколько меня тронула такая вот поддержка, такая теплота. И не просто там написали там Назим, или кто-то сказал Назим, мы с тобой. А именно это чувствуется, потому что мы сейчас находимся в Азербайджане, я проиграл в Азербайджане. И в прошлом году были, как говорится, highest, самый высот спорта. Ты выиграл на родине и в этом году взял и почти, можно сказать, так же проиграл. He just looks fight camp for fighters. And he is defending for. Но мой народ как бы не поменялся, никто никак не отвернулся, никто никак не показал или не проявил, что они не стоят за мной, поэтому меня это очень приятно, меня это очень тронуло. Я вас всех благодарю за не только поддержку за меня, а просто за то, что вы такие есть. Благодаря Азербайджану, благодаря азербайджанцам и нашей культуре, это во мне, это меня научило мужество. И я это все вижу в вас, и я за это вас именно благодарю. Спасибо вам всем, братья. И всем удачи во всех ваших спортах, во всех ваших пределах. Я вам желаю удачи. Спасибо. Mutlu brат, с тобой. Спасибо. Спасибо. Anam indi çox rahatdır. Çünki su filtri bizə və mənə ərbsiz və təmiz su verir. Evdə mətbəxdə elektron əşyalar, soyuducu, qaz plitəsi və digər elektronika lazım olduğu kimi su filtrlərdə mütləq lazımdır. Lazım yox, vacibdir. Ona görə ki, insan sağlamlığının qədrini bilirsə, mütləq filtr suyundan istifadə eləsin. Həm də rahatçılığımız üçün lazımdır bu bizə. Anam indi çox rahatdır. Çünki su filtri bizə və mənə ərbsiz və təmiz su verir. Inline su filtrlərindən və servisindən çox razıyam. Həm evimə, həm bağıma, həm də idman zalımıza quraşdırmışıq. Vaxtı-vaxtında dəqiqliklə gəlib baxırlar, xidmət göstərirlər və servisləri həmişə kimi mükəmməldir. Təşəkkür edirəm Inline. Siz də su filtrləri əldə etmək istəyirsinizsə, həm nə, həm bir kartla əldə edə bilərsiniz. Tahirlə biz 6 ildir ki, Şəhərlər mən bilir də, Tahirlə biz 6 ildir ki, vuruşuruq, əlləşirik və nəhayət ki, Tahir öz məqsədinə çatdı, Tahir UFC-dədir və inşallah ki, biz bilirik, Tahir istəsə, Şəhərlər mən demişkən istəsə, yaxşı cana, yəni deyir, o canla başla yanaşsa UFC-də inşallah böyük ələ öz sözünü deyəcək, inşallah ki, bir dənə zəhmət olmasa, durasan bir dənə. Hamı olmuş olsun, çox sağ ol demək istəyirəm. Yəni, başqa deyiləsiniz, bizim böyüklərimiz, müəllimlərimiz, qardaşlarımız hər söz dedi. Məndən təşəkkürlər edirəm başqa istəyirəm. Səndən nə başa düşmən? Təşəkkürlərəm, məmnun. Təşəkkürlər, inşallah tank bizləndir. Alim Nəbiyev istəyirəm. Filosof fikriniz var, nəsə demək istəyirdiniz? Deyirəm, Fari. Alim, həqiqətən çox böyük əziyyət çəkdi. Našim bratam Sfiziyevim, Alim həmişə bir yerdədir. Nice overhand from Fiziyev. Oh, finds it, puts him down. Beautiful work from Fiziyev. He's got it. Wow, Rafael Fiziyev. A beautiful home win for Ataman. Alim bütün idmançılarımızla bir yerdədir və inşallah ki, Alim də sözünü bu yaxınlarda məqsəd odur ki, UFC-də sözünü deyəcək. Hamını salamlayıram, sağ olun dəstək üçün bizim idmançılara. Rüfət qardaş da həmişə bizim yanımızda idi, indi də bizim yanımızdadır. Когда мы были внизу и вверху, иншаллах, что мы в этом смысле были всегда друг другом. Неважно, sən UFC döyüşçüsən, неважно, Glory döyüşçüsən, или Respublikada döyüşürsən, həmişə birimizin yanında oldu. Onun üçün də bunu demək istəyirəm ki, sağ olun, yanımızdasınız, fərqisi yoxdur. UFC idmançıdır, Tahir. KFC-dir, fərqi yoxdur. Hamımız da bir-birimiz dəstək olar. Ya MFC. Belə də istəyərdim ki, Azərbaycanda eləcə UFC olmasın. Ondan da bir Azərbaycanski organizasiya olsun ki, bizim idmançılarımız, güclü idmançılarımız bizim çoxdur.
az döyüşə bilər, UFC-dən də daha yuxarıda. Onun üçün də lazımdır bir orqanizasiyada yaratmaq ki, bizim idmançılar özlərini göstərsin, tanısınlar. Çoxdur bizim Azərbaycan idmançılar. Bir-birimizə dəstək olaq. Mən inşallah Gürcüstanda Prezident Kranqalaca Championship-am öz orqanizasiyam var. Orada da döyüşlər edirik. Orqanizovat Tahir da döyüşüb mənim orqanizasiyam. Axırıncı döyüşüm orada olub. Zabit də döyüşüb, hamı döyüşüb. İnşallah istəyirəm ki, Azərbaycanda olsun. İnşallah, onlar alan kömək. İnşallah. Orada istəyərdim də mən də döyüşəm, nə bilim, çox idmançılarımız var da. Malqada qardaş lazımdır UFC-yə. Belə də hamımız bir-birimizə dəstək olaq, bir ədə olaq. Ancaq elədir. Halim, spasibo. Yusif də bizim idmançılarla görüşmək istirdi. Buyur Yusif. Ağsaqqalları salamlayıram, bütün dostları, idmançıları hamı salamlayıram. Sağ olun Zülfət müəllim bizi bir yerə yığdı. Yəni çağırdı, qonaq elədi ki, mən də bizim bütün idmançılarımızı biz elə və həmişə balet edirik ki, elə biz öz qardaşlarımıza baxırıq, doğmamıza baxırıq. Yəni ürəyimiz yerindən çıxır. Yəni ki, adı gələndə, səhnəyə çıxanda bizim başı dizlərimiz, qollarımız şeymək ki, yəni qanımız gəlir, canımız gəlir. İnşallah ki, Allahın köməyi ilə daha da bu sayılar çoxalsın. UFC Azərbaycanda və dünyada təmsil etsinlər inşallah. Qələbələr arzulayırım. İnşallah Yusuf. Allah razı olsun. Allah öyrədi görüşür. Bizi Rüfət, sağ ol ki, yığmısan bizi bugün bura. Birinci, bizim müəllimlərimiz, ağsaqqallarımız var, onlara təşəkkürlər gəlbilər. Yəni ki, idmançılarımız, yəni UFC-də uddular, uduzanlar fərqi yoxdur, bizim qardaşlarımızdır. Həmişə demişəm, yəni idman var, bugün var, sabah yoxdur. Əsas bizim səmiyyətimiz birimizə qarşı, yəni ki, dostluğumuzdur sil ürəkdən. Bugün kim udub, kim udub, bizi fərqi yoxdur, hamımız yandayıq. İnşallah ki, bizim gənc nəsil gəlkası ki, UFC-də inşallah vuruşar idmançılarımız var, ya onlar vuruşar. Yəni ki, nə qədər çox idmançı olsa, o qədər biz sevinərik. Allah razı olsun, qardaşlar. Bütün idmançılarımızı, müəllimlərimizi salamlayıram. Sağ olun ki, gəlmişsiniz. Sənə çox sağ ol deyirəm. Həmişə olduğu kimi idmançılar görürsən bir yerə. Bütün bu UFC-də iştirak edən idmançılarımızı təbrik edirəm. İnşallah istəyirəm ki, bundan sonra gələn yarışlarda Azərbaycandan çox idmançı olsun. İnşallah, inşallah. İnşallah. Çox sağ olun. Allah razı olsun. Bu günləri demək olar ki, burada əksəriyyət MMA aləminə aid olan insanlardılar və bu bizim gənc idmançımız Magiram Qasanzadədir burada. Hamını salamlayıram, hamını xoş gördük. Çox xoşdur bugün hamını bir yerdə görmək. Bu da sənin sayəndədir Rüfət. Çox sağ ol ki, belə bir məclis təşkil edib hamını bir yerə yığırsan. Qalib gələnləri təbrik edirəm. Поздравляю, брат. Nazim Burkina-Tuska inşallah все bitirir. Allah səndən razı olsun. Hamıya gələcək planlarımda uğurlar arzulayıram. İnşallah Allah bizləndir. Qələbələr hələ qabaqdadır. Allah razı olsun. Bir adamı qeyd eləmək istəyərdim. Xüsusi Cavid müəllimi, Cevonu qeyd eləmək istəyərdim. İnsan tək, əksəriyyət insanlar, o idmanda olanlar tanıyır. Heç vaxtı məni deyirlər, o ki, nəsə Talih müəllimi, həmişə ki, biz Cevoya müraciət eləyəndə həmişə bizi, necə deyirlər, yox deməyib də bizə də və idmançılarımıza da dəstək olub, həm mənəvi, həm maddi, həm də formaları öz yerində. Gəlin, Cavidi alqışlayaq, Cevonu. Cavid, iki kəlmə söz deyə bilərsən, buyur qardaşım, söz səndədir. Bizim kiçik də olsa sənin gördüyün işlərin yanında bir dəstək olmağımıza bir vəsilə olmusan. İnşallah ki, belə davam elər. İdmançılarımız da daha gənc nəsillərə nümunə olsunlar. Bayaq müəllim vurğuladı, həqiqətən də bizim idmançılara baxıb minlərlə gənc pis yollardan çəkinib daha düzgün həyat yaşayırlar. İnşallah bu şəkildə davam eləsin. Biz də əlimizdən nə gəlirsə, inşallah yanlarındayıq. Sənə də uğurlar qardaşım. Şirkətin belə dünya səviyyəsinə qalxsın Allah qoysa, biz də sevinək. Sənin qalxmağın bizim qalxmağımızdır, paralel. İnşallah Cevo ilə bir yerdə. Bizim dostumuz Elnur buradadır. İllərdir ki, bu insan idman sahəsində və K1 kickboks sahəsindəndir. Best of the Best təşkilatının rəhbəridir. Elnur bizim dostumuzdur. Həmişə də idmançılara atdan bir-bir sadalasam çoxdular da. İstəyirəm özün barədə məlumat verəsən, buyur qardaşım. Sağ olun, sizə görə hamınızı salamlayıram. Əziz ictimai tanınmış şəxslər. Əlbəttə, qürur verici bir histir ki, UFC kimi marka artıq 2-ci ildir Azərbaycana
öz tədbirini həyata keçirir və bizim Azərbaycanlı oğullarımız Rafael, Nazim, digər döyüşçülər Azərbaycan ordularını təmsil edirlər. Çox qürur verici bir hissdir. MMA sahəsinin pik nöqtəsidir UFC. Həmçinin kickboksda da Khabib Glory kimi də UFC, yəni dünya markasıdır. Burada artıq iştirak eləmə özü bir qələbədir. Nazimə demək istəyirəm ki, heç o ruhdan düşməsin. Yəni, hər bir əfsanəvi idmançıların karyerasında belə məğlubiyyət olur, hansı öz publikasının qabağında da uduza bilər. Yəni, ondan heç bir sort alamayıb, əlbəttə sənlə döyüşən rəqib də padarka deyil, yəni UFC-lər olur. Gələn dəfə inşallah elə bir rəqibə qalib gələrsən ki, bütün dünyada sensasiya olur. İnşallah, inşallah, inşallah qardaş. Rafaeli də təbrik edirəm. Rafael Krasov ki, abrada olsun. İnşallah bu хорошо. Neçə gün mənləndir Hacı Nuran. Həqiqətən çox sağ olsun ki, idmançılarımıza dəstək oldu. Və inşallah. Yəni Hacı Nuran'ı alqışlayaq, zəhmət olmasa. Rəvanı alqışlayaq, Xəzər Lənkəran Futbol Klubunun keçmiş direktörü. Bəlkə bundan sonra qaydar inşallah. Belə deyim, burada daha çox döyüşçülərdir, yəni o döyüş sənətini təmsil edənlərdir. Mən biraz belə deyim də, biraz fərqli prizmadan demək istəyirəm. Yəni bizim yerlərimiz, ölkəmizdəki idmançılar, yəni nə birinci, nə axırıncı çempionlardır. Biz onların bu vətənpərvər ruhda, xüsusilə də əqidələrinə olan münasibətlərində onları qiymətləndiririk və ürəyimizdə böyük yerlər var. Sevirik, hörmət edirik, uğurlar hamımıza. Çox sağ olun. Allah razı olsun. Burada bizim gəl belə qəqər sənə söhbət eləyə gedək. Nurəddin müəllim bizim milli komandanın Yunan-Roma güləş üzrə milli komandanın baş məşqçisidir qardaşıdır. Böyük məşqçi biz üstürəm. Mən mənim üçün böyükdür də. Sənlə də böyüksən, yəni zirvədə olan sənsən. Və Nurəddin müəllim inşallah bu günləri bizim çempionlarımızı hazırlayır və həmişə də bizim yanımızdadır. Motivatorun ilk bölümlərindəndir və o vaxtı da qeyd eləmişdi ki, mən inanıram ki, ən güclü kanal deyim, veriliş deyim. Yəni biz inanırıq ki, bu ən güclülərdən olacaq. Necə bizim tələbələrimiz çempion olur, güclü olur və motivator az Instagram səhifəsində bu dünyada məşhur olacaq. Yəni ki, məqsədlərimiz seviləcək. Çünki siz elə bir sağlam iş görürsünüz ki, qardaş, biri var ki, olanı çəkilirsiniz, sıfırdan gələn insanları hər bir sahədə olursunuz, xalq olaraq çatdırırsınız. Ona görə siz hər an öndə olarsınız, hər an da çempion olarsınız. İnşallah, çox uğurlar sizə. Qardaşlar, hamınızı salamlayıram. Həqiqətən də sizləri görmək çox şaddır bizim üçün. Hər birinizdən fəxr eləyir. Biz, yəni idmanla yaşayan adamlarıq. Sizlərin hər birindən fəxr eləyir, qardaşımızsınız. Çox sevindik. Yəni sizlərə ən böyük qələbələr arzu edirik. Bugünkü gündə yığışmamızın səbəbi həqiqətən Rüfət qardaşımızdır. İlk yarınanda motivator biz, yəni çəkiriklər bizlə başladı. Mən o qədər isti yanaşmışdım. Mən dedim ki, motivator getdikcə böyüyəcək, dünyada doğrudan da sayılıb seçiləcək. Bu günləri demək olar ki, Azərbaycanın və dünyanın qaymaqları buradadır. Hər birinizdən fəxr eləyirik, hər birimizə uğurlar olsun. İş adamlarını da yenə həmişə yığırsan, deyirəm, təşəkkür edirəm ki, hər dəfə də onlar da poddeşk olurlar. Hər birinə sağ ol deyirəm. Çox sağ olun. Burada dostlarımız var. Xanoğlan burada da dostumuz, mühasibatlıq işi. Sonra Cavidi qeyd elədi. Saxara buradadır. Sayın qardaşımız Kaskador buradadır. Kansik Azərbaycanın demək olar ki, Cəkçanın dostu. İnşallah ki, Talih müəllimdən bir yerdə böyük işlər görəcək. Sayın qardaşları salamlayıram buradan. Görsən, mən olmasan deməyəcək, daha deyim biraz. Mən hamını qeyd edirəm, qardaş. Hamınıza təşəkkür bildirirəm, nuş olsun. Sağ ol ki, bu tədbiri təşkil elədik, qardaşım, var ol. Sağ ol, uğurlar. Azərbaycanda, Bakıda UFC Fight Night keçdi. Bizim idmançılar, bizim fəxrlərimiz, hamımız qələbə qazandı. Ancaq Nazim biraz onun günüdür idi, amma mən 100% bilirəm ki, yenə veriniyorsa da yenə qələbə qazanacaq. Sağ olsun Rüfət, həmişə bizə dəstək olur, həmişə yanımızdadır.
Buradan Farhad Acanova salam göndəririk. Televiziya fotoğrafları. Bugün səhər yeməyindəyik, motivator klubu ilə bir yerdə. Yenə idmançıların hamısını yığıb bir yerə, sağ olsun. Azərbaycan bütün idmançıları buradadır. Ülkət həmişə bizə diqqət göstərir, həmişə çox sağ olmaq istəyirəm ona. Bizim də dəniz qadını. Deyilən də onu ver. Ve doktorla görüşler aynı zamanda halletmiş tezgah aldılar. Bugünkü yəni tədbir zatdır, qadaltıdır. Mən bir dənə şey arzulayaram ki, bütün gənclərimiz həmişə idmanlı olsun və belə yığıncaqlar həmişə olsun. Səhər çörəyimizi yeyək, axşam uşaqlar getsinlər məşqə. Ben spor edeyim. Yani Azerbaycan idmançıları ileri hamı bir yerde. Hep söyledim. Azerbaycan idmançıları ileri. Azerbaycan ileri. 3, 2, 1.